Davam edirik. Tarixə geniş şəkildə nəzər salacağıq qarşıdakı dəqiqələrdə, amma bir aktual mövzu haqqında danışmaq istəyirik. Xüsusilə yaz aylarında. Yaz aylarında sadəcə insan deyir ki, sağalmıram vəssalam da. Burun axması, göz yaşarması, öskürək, boğazda quruluq. Bax, bu cür hallarla rastlaşanlar var və düşünürlər ki, bu sadəcə soyuq dəymə əlamətidir. Yox, belə deyil. Bu mövsümi alergiyadır. Əziz dostlar, əksər insanlarda var demək olar və hər şeyə qarşı ola bilər. Səbəblər müxtəlifdir. Əslində çiçəklənmə ola bilər. Bu tozlanma dönəmində çiçəklərin daha hətta sadəcə həssas tozdan da olduğundan ola bilər ki, yaz fəslinə bu daha çox müşahidə edirik bunu. Amma nədir bunu yaradan səbəblər və hətta bununla mübarizə yolları da var. Alergiya deyib üstündən keçməyin. Bundan sağalmaq mümkündür. Mədinə Cəlal bizə həm söhbəti ilə bu barədə məlumat verəcək. Sabahın xeyir olsun Mədinə. Sabahınız xeyirli, gününüz uğurlu olsun. Yaz rəngarəng olduğu qədər şıltaq tərəfləri də var. Bu fəsildə sağlamlığımızda bir çox dəyişikliklər baş verir, hansı ki, özünü həssaslıqla biruzə verir. Onlardan biri də yaz allergiyasıdır. Təbii ki, çox insanlar bundan əziyyət çəkir. Yaz allergiyasından qorunmaq üçün nələr etmək lazımdır? Bu haqda bizə daha ətraflı məlumatı İsmail bəy çatdıracaq. Buyurun İsmail bəy. Sabahınız xeyir, düzdür. Düz vurğuladınız ki, allergiya mövsümü xarakteri daşıyır və həm qida, həm də toz respirator allergiya yaz aylarında kəskinləşir. Bu bizim immun sistemi xüsusiyyətlərindən əlaqəlidir ki, yaz aylarda allergenlərin sayı artır. Bu da ki, həssas insanlarda həm allergik əlamətlərinin artırmasını gətirib çıxardır. Allergik mən dediyim kimi respirator ola bilər, yəni ki, ağaclar toz tökürlər və tənəffüs yollarla həmin tənəffüs yolları qıcıqlanması zamanı həm allergik rinit, həm allergik konjunktivit, həm də başqa tənəffüs allergiya əlamətlər həssas insanlarda olur. Eyni zamanda yaz aylarında meyvələr, çiyələk və digər kimi meyvələr çıxır. Çox insanlarda həmin meyvələrə də qarşı bəzi allergik, qida allergik əlamətlər biz müşahidə edirik. Necə qorumaq lazımdır özünüzə? Birinci növbədə əgər siz bilirsiniz ki, sizdə allergik həssaslıq, xroniki allergiya var, gözləməyin ki, ağaclar başlasın töz tökməyə və digər artıq allergenlərin təmasda yaxın olsun. Artıq Novruz ərəfəsində profilaktik müalicə allergoloqun təyinatı ilə başlamaq lazımdır ki, artıq tozların da, allergenlərin də sayı artanda o belə kəskin olmasın. Eyni zamanda həssaslığını yoxlayın, öyrənin hansı qida, hansı respirator allergenlərdə daha çox siz asılısınız, ona qarşı xüsusi müalicə, hətta bəzi hallarda ola konkret desensibilizasiya, yəni ki, allergenlərə qarşı həssaslığın azalma müalicəsini tətbiq etmək lazımdır. Bəzi əgər qanda allergiya varsa, qan təmizlənmə, antihistamin preparatlar və digər preparatlar həkimin təyinatı ilə deməli olandan müalicə olandan sonra belə bir kəskin allergik əlamətlər olmayacaq. Eyni zamanda əgər sizə ev tozuna, respirator allergiya varsa, tövsiyə edirəm ki, yataq otaqlarda olan yorğan döşəyi yun və tükdən dəyişdirəsiniz sintetik materiallara. Onlar daha hipoallergen, az allergiya verir və nəhayət qida allergiyasının bilin öz qida allergenləri, hansı allergiya sizdə varsa bilin ki, bu xroniki ola bilər və əgər sizdə keçən aylarda, keçən illərdə belə allergik mövsümü allergiya olubsa, yenə də çalışmaq lazımdır, həmin allergik qidalardan uzaq olmaq. Və eyni zamanda bəzi xroniki xəstəliklər, bəzi xroniki infeksiyalar allergik xəstəliklərin kəskinləşməsinə gətirib çıxardır. Ona görə xüsusən uşaqları qurtlara və lambliyalara da yoxlamaq tövsiyə edirəm ki, o uşaqlarda və hətta böyüklərdə kimdə həmin infeksiya, parazit və deməli qurt infeksiyası var, onlarda da belə xroniki allergiya daha kəskin formada keçir. Təşəkkür edirəm İsmail bəy. Fəsildən asılı olmayaraq səhhətinizin sağlamlığına qalın. Bu qədər. Təşəkkür edirik Mədinə. Vaxtında sağlam olun ki, həyatdan da amma doğrudan allergiya çox uzun müddətli müalicə tələb edir. Yəni, buna səbirli olmaq gərək. Hətta bəzən insan özü də araşdırma aparmalıdır ki, nədən sonra allergiya yarana bilər. Yəni, onu mütləq özünüzü müşahidə eləmək lazımdır və həkim məsləhəti də mütləqdir. Odur ki, xəstələnməyək, sağlam olaq, ən əsası odur.